Bu dərsdə cəmləmədən danışacağıq. Cəmləməni bilmək üçün onluq say sistemində əvvəlcə sizə bir neçə nümunə göstərim. Ondan sonra digər say sistemlərində baxaq görək cəmləmə necə olur. 3-ün üstünə 1 gəlirik, eləyir 4. Bu 4-ü ona görə belə yaza bilirik ki, onluq say sistemində 4 var. İndi gəlin cəm əgər onluq say sistemində olmasa onda nə edirik ona baxaq. 7-nin üstünə 6 gəlirik, eləyir 13. Bax burada 13 rəqəmi onluq say sistemində yoxdur deyə belə bir şey eləyirik. 13-dən 10 çıxır, 3 yazırıq. Bir də yadda. Belə öyrənmişik də orta məktəbdə ki, 13, 3-ü yaz, bir də yadda. Biz orta məktəbdə onu öyrənəndə beynimiz onu belə götürüb ki, 13-dür, bu son rəqəmini götür qoy bura, ilk rəqəmini də yadda saxla. O əslində hardan gəlir? Mən sizə onu deyim. Say sistemi onluq olduğuna görə orada 13-dən 10 çıxılır, 3 yazılır və bir də yadda qalır. Əslində heç belə də deyil. Yəni o bir yadda qalmaq məsələsi var. O bir hardan çıxır? Onu deyim birinci. Bu 13-dən 10-un çıxılması deyil. 13 bölünür 10-a. Orada 1 alınır cavab kimi. Cavab yadda qalandır. Sonra çıxın, qalıq da aşağıya yazılandır. Bura belə 3 yazılır. 3 yazılır, 1 yadda. O yazılan aşağıda alınan qalıqdır, yadda qalanda alınan cavabdır. Yəni əslində bu bölmə ilə olur. Sadəcə indi iki ədədin toplanmasında o bölməyə ehtiyac yoxdur. Elə çıxanda dərhal alınır. Ona görə çıxmaqla deyirəm ki, cəmləmə hələ ki biraz sadə olsun sizin üçün. 13-dən 10 çıxdıq, 3 yazdıq. Bir də olur yadda. Deməli, bu 1-in yadda qalmasını burada görürsünüz. İndi 2-nin üstünə 7 gəlirik, 9 eləyir. O 1 də yaddadır. 9-un üstünə 1 gəlirik, 10 olur. 10 rəqəmi onluq say sistemində yoxdur. Biz əslində orada belə deyirik. 10-dan 10-u çıxırıq, 0 eləyir. Yəni sanki 10 10-la bölürük, 1 eləyir, qalıqda 0. 0 yazırıq bura, 1 yenə yadda olur. O yadda qalan 1-i də bura gətiririk. İndi 8-lik say sistemində bir nümunə göstərim. Sola yox, sağ tərəfə baxın. Soldakı elə yenə eyni şeydir. Mən 8-lik say sistemində cəmləmədə 3-ün üstünə 1 gələcəksiniz, olacaq 4. 4 də 8-lik say sistemində var deyə problem yoxdur, yaza bilirsiniz. 7-nin üstünə 6 gələcək, eləyəcək 13. Və 13 rəqəmi 8-lik say sistemində yoxdur. 13-ü ifadə edən rəqəm yoxdur. Ona görə də burada artıq çıxma, daha doğrusu bölməyə gedirsiniz. 13 çıx 8, 5, bir də yadda. O çıxma olursa mütləq yadda 1 qalır. 2-nin üstünə indi 7 gəlir, 9 eləyir, 1 də yaddaydı axı. 1 də yadda 10. İndi 10-dan 8 çıxacaq, qalacaq 2. Çıxdığımıza görə yenə 1 yadda qalacaq. Və bu tərəfə yazılacaq 1. Baxın, say sistemi 8-lik olduğuna görə biz burada 8 çıxırıq. Onluq say sistemi olanda ona görə 10 çıxdıq. Say sistemi onluq idi deyə. 8-lik say sistemində də say sistemi 8-dir deyə 8 çıxırıq. 13 çıx 8, 5. 5 aşağı yazılır, 1 də yadda qalır. Elə burada da 9 üstəgəl 1, 10 elədi. Ondan da 8 çıxıb 2 yazdıq. Yaxşı, onda bu solda gördüyünüzü işləyin. 3-ün üstünə 3 gəlirik, eləyir 6. 6 da 8-lik say sistemində var deyə yazırıq. 7-nin üstünə 4 gəlirik, 11 eləyir. 11 artıq 8-lik say sistemində yoxdur deyə 8 çıxırıq, 3 qalır, 1 də yadda. Yadda saxladıq 1-i. 2-nin üstünə 7 gəlir, 5 gəlirik, eləyir 7. Amma 1 də yadda qalıb deyə o 7-nin üstünə 1 gəlirik, olur 8. 8 də 8-lik say sistemində yoxdur. Ona görə ondan da 8 çıxırıq. 0 edir, 1 də yadda qalır çıxma prosesinə görə. O 1-i də bura yazırıq. 1, 0, 3, 6. İndi soldakını eləyin. Sağdakını, daha doğrusu. Bunu. Nərgiz. Deməli, bax 6-nın üstünə 6 gəlir. Neçə eləyir? 12 var 16-lıq say sistemində. Nədir? C. Ona görə C-ni yazırsan.
Sonra 9-un üstünə 1 gəlirik. Yəni 11, 20 eləyir. 20 16-lıq say sistemində var, yoxdur. Bax, ona görə də 16 çıxırıq oradan. Say sistemi 16 olduğuna görə. 4 yazırıq. Bir də yadda qalır. Deməli, 1-i yadda saxladıq. 2-nin üstünə D gəlirik. D 13-dür. 2 üstə gəl 13, 15 eləyir. Amma 1 də yadda qaldığına görə 15 üstə gəl 1, 16. 16 rəqəmi yoxdur. Buna görə də ondan da 16 çıxacaq. Olacaq 0. Bura 0 yazırıq. 1 də yadda qaldığına görə 1 də bu tərəfə. İndi bunu işləyin. İkili say sistemində cəmləmədir. 0-ın üstünə 0 gəlirik. Eləyir 0. 0 rəqəmi də var ikili say sistemində. Ona görə yazırıq. Sonra 0-ın üstünə 1 gəlirik. Eləyir 1. 1 rəqəmi də var, ona görə 1 yazırıq. 1-in üstünə 1 gələndə eləyir 2. 2 rəqəmi yoxdur. Ona görə də say sistemini, yəni 2-ni çıxırıq. 2 çıxır ki 0. 0-ı yazandan sonra çıxma prosesi olduğuna görə 1 yadda qalır. Növbəti əməliyyatda üstünə gələcək. 1-in üstünə 1 gəlirik. 2 eləyir. Və yadda da 1 qalmışdı, 3 olur. 3 ikili say sistemində yoxdur deyə 2 çıxacaq. 1 olur. Çıxma prosesi olduğuna görə 1 də yadda qalır. Bu alınan 1-i yazırıq bura. Yadda qalanı da sola. İndi deyim nəyə görə belə çıxma deyirdim. Bölmə yox. Baxın. Məsələn burada. Bu 7-nin üstünə 4 gəlmişdi. Dedik ki 7-nin üstünə 4 gəlin 11 eləyəcək. 11-dən elə 8-i çıxaq. Alınacaq 3, 1 də yadda. 11-i 8-ə böləndə 1 eləyir. Yadda qalan budur. Çıx 8, 3. Qalıqda aşağıya yazılandır. Niyə bunu deyirik? Niyə həmişə yadda 1 qalır? Çünki hansısa say sisteminin ən böyük rəqəmlərini belə cəmləsəz, məsələn, elə 8-lik say sisteminin ən böyük rəqəmi 7-dir. 7-ni 2 dəfə cəmləyə eləyəcək 14. 14-ü də 8-ə böləndə yenə də 2 alınmır. Yenə də yadda qalan 1 olur. Ona görə burada sizə deyirdim ki, problem yoxdur, heç bölməyin, çıxma eləyin, yadda da həmişə 1-i saxlayın. Amma daha çox ədəd cəmlənəndə onda artıq məcbur olub böləcəyik. İndi keçək vurmaya. Sizə vurmadan müəyyən şeylər göstərim. Vurmada artıq o bölmə üsulunu bilməliyik. Çubuqlu bölmə. Məsələn, 2 dənə ədədi bölürük bir-birinə, vururuq bir-birinə. Tutaq ki, bu 4, 7 və 5, 6 ədədləridir. 8-lik say sistemində vuraq. 6-nı vururuq 7-yə. Eləyir 42. Amma da 10-luqdakı kimi 2-ni bura yazıb 4-ü yadda saxlamırıq. 10-luqda 2-ni bura yazıb 4-ü yadda saxlamağın səbəbi bilirsiniz nədir? Bu 42 10-a bölünür. Alınır 4, 4 yadda budur. Və alınan qalıq da aşağıya yazılandır. Deməli, biz də burada artıq 8-ə bölməliyik 42-ni. 42-ni bölürük 8-ə. Eləyir 5. Yadda qalanda 5 olur. Aşağı yazılan 2. Bura yazdıq 2. 5 yadda. Bax, bunu yadda saxlamalıyıq. Sonra 6-nı vururuq 4-ə. Eləyir 24. O 5 yadda qalıb. Onu da gəlməliyik üstünə. Əvvəlcə yadda qalan gəlməyə lazımdır. Sonra o işi görməyə lazımdır bölməni. Eləyir 29. İndi o 29-u bölməyə lazımdır. 29-u bölürük 8-ə. Olur 3. Yadda qalan artıq 3-dür. Aşağıda yazılan 5. Deməli, bu 3 yadda. Buraya yazılan 5. Bundan sonra yuxarıda əməliyyat olmur. Elə o yadda qalan 3-ü qoyuruq bunun yanına. 5-i 7-yə vururuq. 35. 35-i böləcəyik 8-ə. 4. Yadda qalan 4-dür. Aşağıya da yazılan 3. Deməli, buraya yazırıq 3. 4 yadda. İndi 5-i 4-ə vururuq. 20 edir. 4 yaddadır deyə 4-ü də bunun üstünə gəlirik. Eləyir 24.
24 də 8-ə tam bölünür. Yadda qalan 3 olur. Aşağıya yazılan isə 0 qalır. Bura 0 yazırıq. Artıq bundan sonra başqa bir proses yoxdur deyə elə 3 yaddanı da bura qoyuruq. Və bunları alt-alta cəmləyirik. Bunlar da 8-lik say sistemində cəmlənəcəklər təbii ki. Bu 2-dir. 5-in üstünə 3 gəlirik, 8 eləyir, amma 8-lik say sistemində 8 yoxdur. Burada artıq dərhal istəsəz belə də eləyə bilərsiniz. 8 bölü 8 bərabərdir 1. 1 yadda saxlayarsınız və aşağı yazarsınız 0. Amma azca uzun proses olduğuna görə elə nə edəcəksiniz? 8-dən 8 çıxıb 0 yazacaqsınız 1 yadda. Bayaq elədiklərimiz kimi. 1 yaddadır. 3-ün də üstünə 1 gəlirik 4. Bu da 3. Ədəd olur 3, 4, 0, 2. 169 işləyin burada. Bunun ardında ikili say sistemində neçədir soruşur. Elə siz 7-lik say sistemində tapın kifayətdir. 6-nı vurduq 5-ə, elədi 30. Qalığı yazırıq aşağı. 2-ni yazdıq bura. Sıfırı bura yazırıq, yadda qalan 4-ü də bura. Deməli, 2-ni vurduq 5-ə 10. 10-u böldük 7-yə. 1 yadda qalıb. 3-ü yazırıq bura, 1 yadda. Ondan sonra 8. Belə. 2-ni yazırıq bura, 1 də yadda idi, qoyuruq bura. Cəmləmədə çox sadə. 1, 6, 3, 2. İndi bir də sizə çıxma göstərim. 8-lik say sistemində. 7, 5, çıx, 3, 6. Baxın, 5-dən 6 çıxa bilmirik də. Məsələn, olsaydı əgər orada 7 və ya 6 çıxa bilərdik. Tutaq ki, 7-dir. 7-dən 6 çıxıb aşağı 1 yazardıq. Amma indi çıxa bilmirik. 5-dən 6 çıxmaq olmur. Onda yadımıza salaq görək, onluq say sistemində bunu necə edirik. Məsələn, onluq say sistemində 2 dənə ədəd var. Biri 54, o biri də məsələn 16. Bax, biz bu çıxmada nə edirik? Çıxa bilmirik deyə soldakından borc alırıq bir dənə. Buna bir borc verir də, hə? Biz o borcu alanda, bir borcu alanda o vaxtdan elə bilirik ki, sanki o 1 yapışır 4-ə 14 olur. 14-dən 6 çıxıb 8 yazırıq. Amma əslində o, ora 10 verir. Öz mərtəbəsi 10-luqda axı. Mərtəbəsi 10-luq olduğuna görə 1 vur 10 verir də sanki. Yəni, bu 1 borc verəndə əslində bu plus 10 vermiş olur ona. Yəni, 4-ün üstünə 10 gəlirik 14 olur. 14-dən 6 çıxıb 8 yazırıq. O bir dənə borc verdiyinə görə də özünü bir az götürürük. Yəni 4 eləyirik bunu. 4-dən 1 çıxanda da 3. Başa düşməyən nəsə var bu dediyimdə? İndi burada da say sistemi 8-likdir ya. Buna 1 borc verəndə sanki plus 8 vermiş olur. 8-lik olduğuna görə. Onda 5-in üstünə 8 gələcək, olacaq 13. Və 13-dən 6 çıxanda olacaq 7. Bu da 1 borc verildiyinə görə bu bir dənə azalır. 6 olur. 6-dan da 3 çıxanda 3 olur. 172-ni işləyin. Deməli, 6-dan 12 çıxa bilmədiyimizə görə borc alırıq. Bu buna 1 borc verirsə, plus 16 olur o. 22.
və 22-dən nə çıxırsan? 12. Və bura nə yazırsan? 12 10 rəqəmi var da 16-lıq sayısında yazırsan A. Hə, və bir yadda filan məsələsi olmur. Deməli, bu D özündən bir dənə borc vermişdi deyə bir belə əksilir bu bir dənə. C çıx 4 olur. 12 çıx 4 o da olur 8. 8A. Bölməni isə göstərmirəm. Çünki bölmədə bir neçə dəfə onluq sayı sistemindən keçirsiniz bölməni eləyəndə. Bir 4 dəfə, 5 dəfə falan keçməli olacaqsınız. Keçirsiniz, qayıdırsınız, keçirsiniz, qayıdırsınız. Yəni biraz yorucu olur o. Ona görə elə toplamanı, vurmanı, çıxmanı bilirsinizsə bəsdir. Bölmədə bəs necə eləyəcəyik? Yenə ona görə bir neçə sual qoymuşam. Düşsə necə eləyərik? Çevirərik onluq say sisteminə. Bax, bunu da çevirirsiniz onluğa, bunu da çevirirsiniz onluğa. Mənə elə gəlir ki, sizdə onluğa çevirmə artıq çox rahat bir vəziyyətə düşüb. Çox işləyəndə rahat vəziyyətə düşür. Yəni, çevirməkdə o qədər də çətinlik çəkmirsən. Məsələn, belə deyim. Bax, belə ədədlər olur, 3, 5, 6. Bunları tərəddüdsüz çevirə bilərsiniz. Yəni 3 vur 6 üstəgəl 5 deyə bilərsiniz. 18, 5, 23. Daha üstündə 0, 1 yazmağa ehtiyac yoxdur. Daha tez. 3 vur 6 üstəgəl 5. Yəni, çevirirsiniz onluğa, bunu da, bunu da. Onluqda bölmək rahat olur bizə. Onluqda bölürsünüz. Sonra alınan ədəd onluqda olduğu üçün onu da 8 deyə çevirirsiniz. Tutaq ki, belə sual çıxsa qarşınıza. 16 tipli. Ardıcıllıq verilib 13, 14, 15, 16, 17. Siz ardıcıllıqda burada gəlməli olan və burada gəlməli olan ədədləri tapmalısınız. Burada gəlməli olan 17-dən 1 vahid böyükdür. Burada gəlməli olan isə 13-dən 1 vahid kiçikdir. 13, 17 deyə bilmərəm mən bunlara. Çünki onluq say sistemi deyil. 8-lik say sistemidir. 1, 7, 1, 3. Və 8-lik say sistemində olduğunu bilmək çox vacibdir. 1, 7-nin üstünə 8-lik say sistemində 1 gəlsək. 7-nin üstünə 1 gəlirəm. Bax, bu 8-lik say sistemində yoxdur. 8. 8-dən 8 çıxıram, 0 yazıram. 1 də yadda, buranı eləyirəm 2. Olur 2, 0. Əvvəlki ədəd isə 1, 3-dən 1 çıxıram. O da artıq sadədir, 1, 2-dir. Elə bir problem yoxdur orada. Sonra, belə fərqli say sistemlərində ədədlər gördünüzsə, onları çevirin bir say sisteminə, orada cəmləyin. 2-lik 16-lıq 8-lik. Özü də onluqda istəyir. Elə 3-ünü də onluğa çevirin. Ən rahat cəmləyə biləcəyiniz say sistemi. Və cəmi onluqda yazın. Yəni, bu bizim keçdiyimiz cəmləmələrdə gərək hər iki ədəd eyni say sistemində olsun. Onda istifadə edə bilərsiniz o cəmləmə üsulunu. Məsələn, burada edə bilərsiniz, burada. Bayaq bunu göstərmişdim sizə. Yenə deyim. 4, 3 x əsaslı say sistemindədir. 3, 5, 6-lıqdadır. 6, 4, 7-likdədir. Tənlik həll eləməliyik. Biz də tənlikləri hansı say sistemində eləmək öyrəşmişik? Təbii ki, onluq say sistemində. Onda bunların hər birini onluq say sisteminə gətirməliyik. Buranı 0-1 eləyirik. Hər birinin üstünü 0-1 eləyəcəyik, amma ehtiyac yoxdur. Birazdan onları eləməyə indi deyəcəm. Bax, biz bunu onluğa çevirmək üçün 4 vur x üstü 1 üstəgəl 3 vur x üstü 0 eləyəcəyik. Bu da 4x üstəgəl 3 deməkdir. X üstü 0 onsuz da 1 verir. Bunu yazmağa ehtiyac yoxdur. X üstü 1 də x-dir. Bundan sonra belə şeylər olanda elə birbaşa 4x üstəgəl 3 deyin. Vəssalam. Bayaq da dediyim kimi 3, 5, 6-lıqdan 10-luğa keçirsə 3 vur 6 üstəgəl 5 tutardı. 3 vur 6, 18, üstəgəl 5, 23. 6 vur 7, üstəgəl 4, 42 üstəgəl 4, 46. Deməli, buna əsasən 4x bərabər olacaq 20-yə, x də olacaq 5. Tapırıq ki, bu 5-lik say sistemindədir. İndi buna əsasən başqa bir sual deyim. 2 yolla həll oluna biləcək sualdır. 150. Bu cəmin doğru olduğu say sisteminin əsasını tapmalıyıq. Hansı say sistemində doğrudur? Yəni, bir cəmləmə əməliyyatı verib bizə.
Onluq say sistemində düz deyil. 69-un üstünə 27 gələndə 97 eləyir. Amma burada 6, 9 üstəgəl 2, 8 bərabər 9, 1 yazılır. Bu, hansı say sistemində olduğunu bilmiriksə, deməli, x say sistemidir. X əsaslı say sistemidir. Hər bir ədəd x əsaslı say sistemindədir. Onda bayaq dediyim kimi 6x plus 9 sonra o biri olacaq 2x plus 8 bərabər olur 9x plus 1-ə. Burada da 8x plus 17 bərabər olur 9x plus 1-ə. X-in də 16-ya bərabər olduğunu görəcəyik. 1-i o tərəfə keçiririk, 16 olur. 9x yazmalıyım. X 16. 8x-i də bu tərəfə keçiririk, x. 16-lıq say sistemindədir bu. Amma bunu daha rahat necə eləyə bilərik? Bu göstərdiyim yolu da bilməlisiniz ha. Belə göstərmirəm. Bəzi anlarda işə yarayır. Çox lazımdır. Deməli 6 9 üstə gəl 2 8-i alt alta yazırıq. Və 9 1 elədiyini görürük cavabı. 9 üstə gəl 8 17 eləyib. Bəs niyə bura 1 yazıblar? Hansı say sistemində olub ki, bura 1 yazıblar? Dərhal ağlımıza gəlib ki, 16 çıxıblar deyə 1 yazıblar. Amma bu yanaşma o qədər də düz deyil. Düzdür, cavab 16-lıq say sistemidir. Niyə düz deyil? 9 üstə gəl 8 17 eləyir. Amma 16 çıxıblar demək düz deyil. Yəni 16 çıxırlar 1 yazırlar, o heç. Amma hansı say sistemi? 16-lıq say sistemidirmi? Bunu dərhal belə 16-lıq demək düz deyil. Bax, 17-ni ola bilər ki, 16-ya bölüblər. 1 alınıb, 1 yadda olub. Ola bilər ki, 8-ə bölüblər. 2 yadda olub. Deməli, burada da 8-lik say sistemində ola bilməz də 9 rəqəmi var, 8 rəqəmi var. Bunlara görə elə 16-lıq say sisteminin özü olur. Hətta 4-lük say sistemində ola bilər, 4 yadda ola bilər. Belə şeylər ola bilər, az olsa da. Elə bir hal olsa necə tapacaqsınız? Məsələn, 8-ə bölsə 2 yadda qalsa. Onda 2 yaddanı siz sol tərəfdə hiss edirsiniz. Məsələn, deyək ki, bu olur 3. 3-ün üstünə 2 gələndə 5 eləyir də. Və görürsünüz ki, bura 6 yox, 7 yazıblar. Bura 7 yazıblarsa, deməli sol tərəfdən 2 yadda qalıbmış. 2 ədədin cəmləməsində yenə deyirəm ki, 2 yadda qalma prosesi olmur. 2 ədəd cəmlənəndə yadda qalan elə 1 olur. Amma ola bilər ki, 3 ədəd, 4 ədəd cəmlənsin, vurma prosesi olsun. Aydın məntiqdə sol tərəfə baxırsan ki, görəsən bunun üstünə necə gəlir.